Savalanın məğrur şairi Əli Tudə, əsl adı ilə Əli Cavadzadə, 1924-cü ildə Ərdəbilin Çanaqbulaq kəndindən Bakıya köçmüş bir ailədə dünyaya göz açdı. Kiçik yaşlarından şeir yazmağa başlayıb və Ərdəbilə qayıtdıqdan sonra da yaradıcılığını davam etdirdi. 1940-cı illərdə Güney Azərbaycanda başlayan azadlıq hərəkatına qoşularaq qələmi ilə mübarizə apardı və bu dönəmdə Tudə, yəni xalq təxəllüsünü qəbul etdi. Milli hökumət yarandıqdan sonra məktəblər üçün nəzərdə tutulan ana dili dərsliyinin tərtibi və çapında əsas rol oynadı. Həmçinin İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniyanı yaradıb və bu xidmətlərinə görə 21 Azər medalı ilə təltif olundu. Milli hökumətin düşüşündən sonra onun kitabları yandırıldı və diktator Pəhləvi şahı onun tutulduğu anda məhkəməsiz idam fərmanını verdi. Bu nədənə görə Əli Tudə Quzey Azərbaycana köçməyə məcbur qaldı. 1946-cı ildə sərhədi keçərkən yazdığı "Mən nə gətirdim" şeiri sonradan vətənini tərk etməyə məcbur qalan bütün mühacirlərin manifestinə çevrildi. Bakıda yaşadığı illərdə çoxsaylı şeirlər yazdı. 50-dən çox kitab yaydı və müxtəlif ödüllərə layiq görüldü. Lakin bütün ömrü boyu onun tək dərdi və həsrəti vətən olmuşdu. Əli Tudə ömrünü siyasi mühacir kimi başa verdi. Sovet pasportu daşımayıb və bir çox imtiyazlardan məhrum yaşadı. O, 1996-cı ildə Bakıda vəfat etdi və Fəxri Xiyabanında quyulandı. Vətən, bir dəfədə görsəydim səni, dünyanın hüsnünü səndə duyardım. Qınamasaydılar dostlarım məni, adımı dəyişib vətən qoyardım.